Salam əziz dəyərli müəllimlər. Bugün mən sizə mövzu sınaq 2-də istifadə olunan test nümunələrini izah edəcəm. Bu sınağımızda hansı bölmələrdən istifadə olunub deyə soruşsanız, deməli ən çox istifadə olunanlar qrammatikadır. Pronoun bölməsi, obyen əvəzlik bölməsi, article bölməsi və say bölməsi və ümumi bir təkrar olsun deyə isim bölməsindən gəlik al, kəmiyyət ifadə edən sözlərdən beləcə də suallar var. Burada gördüyünüz kimi ilk cümləmiz elə ondan bağlıdır və mübtəda xəbər uzlaşmasında da demək olar ki, istifadə olunub. Lüğət tərəfdən isə 9-cu sinif bütünlüklə 6 unit istifadə olunub və unitlərdəki ən daha mürəkkəb olan sözlərdən istifadə etmişəm ki, sözləri sınaq vasitəsilə əzbərlətmək mümkün olsun. Eləcə də 8-ci sinifdən bəzi idiomları və phrasal verbləri demək bütünlüklə istifadə etmişəm. Eləcə də, yəni bildiyimiz kimi oxuyub anlamalar, dialoq tapma, hekayə qurma, bu kimi sırf reading comprehension ifadə edən test nümunələrindən də istifadə olunur. Birinci sualımızdan da görüldüyü kimi mövzumuz nə ilə bağlıdır? Kəmiyyət ifadə edən, yəni quantifier bölməsi ilə bağlıdır. Gəlin sualımıza baxaq. Which of the following quantifiers completes a given sentence? Aşağıdakı deyil, quantifierlərdən hansılar boşluğu doldura bilər? Researchers at the University of Exeter have stated that the bird population in Europe has declined dramatically over the last 30 years, with losses coming from the most prevalent species. Deməli, görürük ki, hər iki boşluğumuzda cəm isimlər burada. Diqqətlə baxsaq görə bilərik. Deməli, researchers cəm isimdir. Research feilindən gəlir. IA artırılıb, researcher, yəni araşdırmacı, tədqiqatçı deməkdir. İkinci boşluğumuzda losses, itkilər deməkdir. Deməli, hər iki tərəfə cəmi götürə biləcək bir kəmiyyət ifadə edən sözlər. A variantında a great deal of, amount of, some of, bunlar sayılmayan isimlərdən istifadə olunur. Eləcə də much, little, a little bunlar da elədir. B variantı da a larger sum of, sayılmayan isimlərdən istifadə olunur. I variantında none, isimlə istifadə olunmayan, çünki özü noun pronoun, yəni noun pronoun olanır. Noun pronoun nə deməkdir? Bu əvəzlik özü ismin yerinə keçir və ismi əvəz eləyir, amma ismin önündə işlənə bilir. İsmin önündə işlənməsi üçün mütləqdir ki, bunlardan sonra of gəlməlidir. Yəni, none of deyə bilərsiniz. None of, amma ofdan sonra necə olmalıdır? None of the researchers at the University of Exeter have stated. Bu formada olur. Yəni, bu nöqteyi nəzərdən deməli, A variantı gedir, B variantı gedir, E variantı gedir, qalırıq C ilə B variantı arasında D variantı ola bilərmi? Olmaz. Çünki deyir ki, hər hansı istənilən researcherlər və sonra deyir ki, a couple of nə demək? Daha çox akademik dildə istifadə olunan iki rəqəminin yerinə keçən kəmiyyət ifadə edir. Necə ki, biz deyirik, ikiliyi bildirən əvəzliklər var. Onlar hansılar idi? Onlar məsələn, tutaq ki, both, either, neither, each, bundan sonra the other və eləcə də a couple of sözü də və sadəcə a couple da deyə bilərik, of ehtiyac yoxdur. Bunlar hamısı ikilik bildirən sözlərdir. Yaxşı, bura ikini qoyduq. İki buradan kimlik, yəni haradan bildik ki, burada iki nəfərdən söhbət gedir? Və ya bu hər iki itki. Ona görə də D variantı heç bir halda mümkündür. Belə mümkündür. Some researchers at the University of Exeter have stated that the bird population in Europe has declined dramatically over the last 30 years, with the majority of losses coming from the most prevalent species. Nə deyir burada? Deyir ki, Exeter Universitetinin bəzi tədqiqatçıları son 30 ildə Avropada quş, yəni bird populationdan söhbət gedir. Yəni, həmin o bu quş populyasiyonunun çox kəskin, yəni dramatically, yəni kəskin şəkildə nə olduğunu, azaldığını və nəyin? Həmin itkilərin, loss-dən söhbət gedir. İtkilərin əksəriyyətinin hardan olduğunu, yəni ən çox bilinən, ən çox yayılmış, prevalent yayılmış deməkdir. Yəni
yəni ən çox bilinən, yayılan mənasını verir və ən çox yayılan növlərdən olduğunu bildirdilər, iddia etdilər. Doğru cavabımız elə C variantı olacaq. İkinci test tapşırığımız gördüyünüz kimi yenə bir oxuyub ilə bağlı bir test tapşırığımızdır. Which of the options presents the most coherent order of the sentences in the dialogue? Deməli, bu tip testlərdə birinci və sonuncu rəqəmlərə baxmaq lazımdır. Məsələn, 5-ə baxaq, deyir ki, yes, I'm excited-lə cümlə başlaya bilməz. Ümumiyyətcə, bu tip cümlələrdə, hansı ki, make up bildirən cümlələrdə cümləmiz əvəzi ilə başlaya bilməz. Yes, no, başlaya bilməz. Absolutely kimi, hansı ki, fillerlər deyilər, fillerslərlə başlaya bilməz. Situasiyanı ifadə edən zərflərdir onlar, fillerlər deyirlər onlara. Bunlarla başlaya bilməz. Yəni, bir cümlədə filler olması üçün gərək cümlənin əvvəlində onu təsdiqləyən bir cümlə olmalı. Məsələn, bu bir fikir bildirirsə və qayıt deyirsən ki, cavab olaraq yeah, absolutely. Tamamilə doğrudur. Buradan mümkün deyil, yəni belə bir şey. Cümlə birindən başlaya bilərmi? Bilər. How do you feel about the new project we are starting next week? Burada problem yoxdur. Cümlə ümumi sual, xüsusi sualla başlayır. Və xüsusi suala cavab axtarır. 3. Absolutely mümkün deyil. Sualın cavabı heç vaxt xüsusi sualın cavabı absolutely, definitely. Nə bilim, literally bu kimi sözlər istifadə oluna bilməz. Çünki onlar situativ zərflərdir. Gərək onun üçün cümlənin əvvəlində bu situasiyanı ödəyə biləcək bu zərflər daha doğrusu ödəyə biləcək cümlələr olmalıdır. Burada o mümkün deyil. Ona görə də deməli ola bilməz. 3 gedir, yəni 1-3 ola bilməz. Gedə B variantına. 1 düzdür 2-də. I think it will be challenging. Zənnimcə çətin olacaq. But rewarding. İndi rewarding burada açılmalıdır. Bu tip test tapşırıqlarında axıcılıq olur. Biz ona deyirik flow. Flow qorunmalıdır. Flow'un qorunması üçün burada coherence, cohesion məsələləri var. Nə deməkdir? Fikrin qrammatik axıcılığı, fikrin məntiqi axıcılığı, məna axıcılığı, semantik axıcılıq bunlar qorunmalıdır. Cümlələr arasında kolorasiyon olmalıdır. Bu nədir? Kolorasiyon nə deməkdir? Məsələn, tutaq ki, sol tərəf dağdan danışırsa, sağ tərəf gəlib şəhərdən danışa bilməz. Bu axıcılığı qorumaq lazım. Məsələn, burada deyir ki, ikinci cümlədə I think it will be challenging but rewarding. Bunu açmaq lazımdır. 4-ə baxın. It is going to be a great opportunity to learn new things, new skills and grow. Yenə burada gördünüz, rewarding hissəsi açıldı 4-də. 1, 2, 4, 3-də. Razılığa gəlir burada. Absolutely. I'm looking forward to collaborating with a new team. 1, 2, 4, 3 və cavab 5-də deyir ki, yes, I am excited about it too. Mən özüm də bununla bağlı çox həyəcanlıyam, müsbət mənada. Yəni başqa şeyə baxmaya ehtiyac varmı? Yoxdur, çünki C variantına baxsaz 1-5, D-yə baxsaz 1, 2, 3, 1, 2, 3, 5, 4 yox. 1, 2, 4, 3, 5 olmalıdır. 5 onsuz əvvəldən çıxmışdı. Düzgün cavabımız elə B variantı olacaq. Bu test tapşırığımız nə ilə bağlıdır? Bu test tapşırığımız successive order-la bağlıdır. Some hundreds of shortened dress. Bu ola bilərmi? Ola bilməz. Çünki nəyə görə? Əgər burada biz dress sözünü qoymuşuqsa, nə etmək lazımdır? O zaman onu cəmləmək lazım. Some hundreds of shortened dresses olur. Çünki dress burada sayılan isimdir. Amma növündən danışanda dress sözü var. Məsələn, tutaq ki, hansısa bir mədəniyyətə aid olan libas, geyim mənasını verəndə dress bu arada sayılmır. Ona nəzərə yetirmək lazımdır. Növü olanda sayılmır dress. Some hundreds of shortened dresses. Bir səhvdir. 300 of the inattentive listeners. Qayda var idi ki, normalda isimləşmiş sayılar, məsələn, dozens of, hundreds of, thousands of, bunlardan sonra heç bir zaman təyin edici gəlməz.
isim birbaşa gəlir. Amma isimləşən sayılar deyil də, konkret saylardan çox. Məsələn, 3, 4, 5, 100, 1000. Bunlar olanda isə biz əgər ki ov qoyuruqsa, mütləq şəkildə ov ilə isim arasına bir təyin edici əlavə edilməlidir. Məsələn, 300 of the, gördünüz? Of the inattentive listeners. Bura, bax, bu hissəyə diqqət yetirmək lazım. Deməli, burada niyə the əlavə olundu bura? Çünki ona görə ki, konkret saydır, isimləşmiş sayı deyil, of kənardan gətirilib qoyulub. Ona görə də mütləq şəkildə article olmalıdır. Üçüncüdə, several thousand expensive cigarette holders. Bir neçə thousanddan söhbət gedir burada. Burada da problem yoxdur. Çünki several deyir, thousand deyir, holders deyir. Yəni səhv bir quruluş deyil, düzgün bir quruluşdur. 4-də 800 of, yenə burada və painstaking students, yəni çalışqan tələbələrin 800 məsələn. Burada artıq nə olmalıdır? Mütləq şəkildə ovla isim arasına bir təyin edici daxil olmalıdır. Düzgün cavabımız deməli 2 və 3 D variantı olur. Növbəti sualımız yerli kalla bağlı cümləsidir. Daha doğrusu ümumiyyətcə isimlə bağlı cümləsidir. Henry VIII's wives were known to everybody as emperors. Qayda var idi ki, belə bir qaydamız hatırlayırsınızsa, deməli, əgər ki, ismin yiyəlik halında say olardısa, bu zaman neyinirdik? Yiyəlik halı, sayın. Amma hansı halda? Söhbət, məsələn, tutaq ki, 8-ci Henry və yaxud da ki, neçəncisi kraldan danışırdıqsa, o zaman neyinirdik? Tutaq ki, məsələn, ya bunu verirdik miqdar sayla, ya verirdik sıra sayla. Və belə olduğu halda sıra sayla verəndə mütləq şəkildə qarşısına article qoyuruq bu şəkildə. Ya verməliyik bunu Roma rəqəmləri ilə, ya da verməliyik bu şəkildə. Bu şəkildə verəndə yiyəlik halı sayın üzərinə qoyuruq. Henry VIII's wives were now to everybody as emperors. Burada problem varmı? Yoxdur. Düzgün cümlədir yəni. İkinci cümləmiz. The acoustics of the whole are excellent. Hədə var idi ki, son x-lə bitən sözlərdə normalda xəbər təkdə olurdu, amma söz önü ilə gələndə özünün qabağına yiyəlik halı, yiyəli əvəzliyi gələrdisə, xəbər cəmdir. Burada da the acoustics of the whole are excellent. Yəni burada problem yoxdur. Çünki özündən sonra ov gəldiyinə görə xəbər cəmdə olmalı. The police as well as the army is a weapon of the state power. Burada polislərdən yox, polis anlayışından söhbət. Polis. Eləcə də ordu, güc, yəni state power-ın, yəni dövlət strukturunun yəni bir silahıdır. State power-ın bir silahıdır. Deməli, burada söhbət polislərdən yox, söhbət gedir nədən? Polislik anlayışdan, konsepsiyadan, bir konseptdir. The police as well as the army is a weapon of the state power. Burada problem yoxdur, çünki söhbət polisdən yox, polislik anlayışından. Yəni polisləri vurğulamır burada. She has an extensive knowledge of property prices in this area. Deməli, qayda var idi ki, an extensive of geniş şəkildə biliyə sahib olmasındadır. Birləşmədir. An extensive knowledge of hazır bir birləşmədir, hazır formada istifadə olunur. The human rights situation of the indigenous peoples in Africa occupies a central place. Deməli, burada nəyə baxmaq lazım? Deyir ki, buradakı Afrikadakı yerli xalqların insan hüquqları situasiyasına söhbət. Yerli xalqlardan söhbət. Biz bilirik ki, people sözü insanlar mənasında cəmlik bildirir, cəmləmir.
Xalq mənasında təklik bildirir, təklədir. Məsələn, people demək mümkündür. Bir xalq, bir xalq. Məsələn, Turkic peoples, türk xalqları. Necə ki, Turkish Türkiyə, Türkiyə deməkdir. Yəni türk dili yəni daha doğrusu. Amma Turkic isə türk xalqlarından söhbət edir. Məsələn, Turkic people demək olmaz. Turkic peoples deməliyik ki, orada xalqları, məsələn, Qıpçaq, Qaqavuz, Anadolu türkləri, Azərbaycan türkləri bunları vurğulaya bilərik. Bax, orada peoples cəmlənir. Turkic peoples, türk xalqları. Burada bax, məsələn, bunun özündə də belədir. Yəni belə deməliyik, indigenous peoples in Africa. Afrikadakı yerli xalqlar. Xalq demək olmaz. Çünki Afrika qitəsindəki yerli xalqlardan söhbət gedir. Ona görə də burada düzgün cavabımız elə 1, 2, 3, 4, 5 D var. Yəni səhv yoxdur. Digər sualımıza gördüyünüz kimi kəmiyyət ifadə edən sözlərlə bağlıdır. Deməli, birinci sualımızda biz bilirik ki, normalda much of-dan sonra sayıla bilməyən isim. Yəni bu onun birinci şərtidir. Amma belə bir qayda da var ki, əgər ki much of-dan sonra sayıla bilən tək isim gəlirsə, bu zaman a certain part of mənasıdır. Məsələn, much of the book, kitabın müəyyən bir hissəsi. Yəni a certain part of the book, kitabın müəyyən bir hissəsi. Yəni bu şəkildə. Burada da məsələn, much of the national park was destroyed by fire. Məsələn, burada da sayıla bilən tək isim gəlib və certain part mənasında. Yəni müəyyən bir hissəsi. I take photos, but not as many as I used to. Çox şəkil, yəni şəkillər deyir, fotolar çəkirəm, ancaq deyir, yəni çəkdiyim qədər çox yox, daha öncə yəni çəkdiyi qədər. Çox yox. He was the founder of a company now worth many millions of pounds. Many millions of pounds. Çünki many million of pound deyə bilməzsiniz. Çünki qayda var ki, isimləşmiş sayılarda S olmalıdır. Many millions of pounds. One of the many people he knows can help him get a job. Burada problem yoxdur, çünki kəmiyyəti ifadə edən sözlərin qarşısında determiner gələ bilər. The, my, your, this, that. Possessive case of noun. You can use one of them. Bu mümkündür. Not many people know about. Burada problem yoxdur. Not many deyib cümləyə başlaya bilərik. Çünki notdan sonra many də gələ bilər, all da gələ bilər. Yəni bunlar istifadə olunma bilər. Yanlış variantımız hansıdır? Yanlış variantımız bəli, C variantıdır. Many millions of pounds olmalıdır. Yəni S-i əksikdir cümləmizin. Növbəti sualımız. Növbəti sualımız mübtəda xəbər uzlaşması ilə bağlıdır. The family has agreed that the funeral should be held in Ireland. Deməli, burada nəyə diqqət etmək lazım? Deməli, burada problem yoxdur. Nəyə görə? Çünki belə bir qayda var idi. Var ki, toplu isimlər, yəni kollektiv nounlar və ya qrup isimlərin xəbəri həm təkdə, həm cəmdə olur. Amerikan ingilis dilində əslində onlar yalnız və yalnız təkdən istifadə edir. Amma British ingiliscədə isə bunlar deməli qeyd edirlər ki, əgər ki fərdlər tək-tək nəzərdə tutulursa, xəbər mütləq cəmdə olmalıdır. Kollektiv halda, yəni as a unit olaraq götürülürsə, bir bütöv götürülürsə, xəbər tək tutulur. Məsələn, mənim ailəm genişdir deyəndə, my family is large. Burada bir bütöv götürülür, çünki bir unitdir. Amma desəm ki, mənim ailəm yemək yeyir deyəndə, artıq fərdlər yeməyini gəlir. Ona görə də xəbər belə olduğu halda cəmdə olur. Burada isə has agreed da deyə bilərəm, have agreed da deyə bilərəm. Əslində present perfectlərdə xəbərin təkdə götürülməyi daha məsləhətdir. Məsələn, present simple-da, present continuous-da xəbərin cəmdə götürülməsi daha məsləhətdir. Düzgündür demədim, məsləhət. Present perfect zaman formasında xəbərin təkdə olmağı daha uyğun gəlir. Bu qrammatik qayda. Ona görə də məsləhət görürük ki, təbii ki, əslində hər üçündə də tək də ola bilər, cəm də ola bilər. Amma yəni bunun daha çox ağırlıq basdığı yerlər var. Məsələn,
Bitmiş zamanlarda tək xəbərin daha çox işlənməsi, indiki sadə zamanda, indiki davam edici zaman formaları, cəmdə olan xəbərin istifadə olunması, yəni bu kimi məsələlər daha çox qabarıq özünü göstərir. Odur ki, yəni burada problem yoxdur ola bilər. İkinci tərəfdə isə e, bağlayıcı olan, yəni sırf deməli paired conjunction olan cümlələrdir. Məsələn, either the twins or John, the eldest brother. Burada təkdə olduğuna görə xəbər necə olmalıdır? Xəbər təkdə olmalı. Is going to make a speech at the wedding party. Amma burada unutmayırsınız, bu tip cümlələrdə tag questionlar, quyruq suallar they know. Niyə? Çünki quyruqda bir hissə yox, bütöv hissə nəzərə alınır. Sağ və sol hissələr, quyruq hissələr, yəni təqlərdə. Amma əvəzlik olanda isə, məsələn, əvəzlik istənilir sizdən tutaq ki, bu tip cümlələrdə əvəzlik istəniləndə isə bunun əvəzliyini nəzərə alın. Məsələn, either the twins or John, the eldest brother, is going to make his speech yazırıq orada. Və ya vermək olmaz. Çünki əvəzlik sağdan sonra gələn sözə görə müəyyənləşdirilir. Təkdədirsə, kişi cinsidirsə, his, qadın cinsidirsə, her formasıdır. Sadəcə bunların təqləri cəmdə olur. İstisnal təkcə orada olur. United Nations. Burada xəbər həm cəmdə, həm təkdə ola bilər. Hər ikisi qəbul olunandır. Problem yoxdur. Ar da ola bilərdi. Çox vaxt elə deyirlər ki, burada mütləq tək olmalıdır. Sırf bu söz, United Nations, bu söz, sırf bu söz xəbəri həm təkdə alır, həm cəmdə alır, amma təkdə almağı daha məsləhətdir. Group of inspectors-dan söhbət gedir burada. Groups of da ola bilər. A group of da deyə bilərik. Yəni hər ikisi qəbul olunandır. Bunlarda xəbər iki halda mümkündür. Cəmdə də ola bilər, təkdə də ola bilər. Əgər ki bir qrup mənası verirsə xəbəri deməli cəmdə, lərin bir qrupu deyirsə xəbər təkdə olur. Hətta bəzi mənbələr bunu ancaq təkdə verir, amma biz standart Azərbaycandakı test tapşırıqlarına uyğun baxsaq, bizdə hər yerdə bunu cəmdə veririk xəbəri. Ona görə də mən bu qaydalarda ümumiyyətlə kənara çıxmaq istəmədim. Məsələn, normalda açıq deyim mən sizə, birincidə həv verə bilərdim. Biraz daha dərinə gedə bilərdim. 3-də ar verə bilərdim. Daha dərinə gedə bilərdim ki, buna icazə var və bunların isbatları da var. Yəni yazdığımı isbat edə bilərəm ki, bu qaydada, bu mənbədə qeyd olunur ki, bu da var, bu da var. Hər ikisi götürülə bilər, düzgün cavabdır. Məsələn, 4-də verə bilərdim izinə. Və bunların hər birinin kitablarda isbatı var. Yəni, isbatsız qayda yazmaq olmaz. Çünki mən dilşünas deyiləm ki, mən qaydaları, məsələn, bəzi hallarda mən tənqid edirəm, uyğun olmayan vəziyyətləri. Məsələn, hansı hallar? Tutaq ki, məsələn, biz ingilis dili müəllimləriyik, məsələn, deyirik ki, bu cümlədən bu çıxarılmalıdır. Biz ingilis dili müəllimləri onu deyə bilmərik. İçimən qarışıq, heç bir ingilis dili müəllimi deyə bilməz. Bu olmalıdır, bu götürülməlidir, bu da ola bilər. İbtidaya ehtiyac yoxdur cümlədə, ata bilərik. Bunları demək üçün bizim dilşünas olmağımız lazım. Yəni, bir ingilis dili müəllimi ancaq müəllimlik qədər müəllim. Yəni, onun bir üstü yox, üstü gərək olmalıdır ki, o cümlə ilə bağlı mütləq şəkildə, məsələn, tutaq ki, cümlənin mübtədasını mən ata bilərəm. O cümləni deyə bilməliyik. Çünki onu demək üçün bizim dilçi olmağımız lazım ki, biz dilçi deyilik, biz ingilis dili müəllimi. Ona görə də, amma məsələn, tutaq ki, desək ki, burada ar da olar, iz də olar, bunun üçün dilçi olmağa ehtiyac yoxdur. Bunun üçün kitablar var. Yəni, artıq referans var, yəni istinad elədiyimiz mənbələr var. Məsələn, tutaq ki, Oxfordun kitabları var, Swan var, Martin Hewings var, yəni en qədər kitab sayarıq, 40-a yaxın. Bunun üçün sırf dilçi olmağa ehtiyac yoxdur. Bunun üçün artıq müəllimlik yəni yetərlidir ki, biz o mənbələri göstərərək, yəni deyək ki, hər ikisi ola bilər. Amma cümlə ilə bağlı özümüzdən nəsə, özümüzdən amma mənbələrdən, mənbəyə dayanlı, yəni mənbəyə istinad etmədən özümüzdən bunun üçün gərək dilçi olmalıdır. Gələk 5-ci cümləmizə. 5-ci cümləmizdə də yenə məsələn, biz bilirik ki, sonu x-lə bitən sözlərdən sonra deməli, ovlu birləşmə və ya söz önləri gəlirsə, xəbər mütləq şəkildə necə olmalıdır? Xəbər mütləq şəkildə cəmdə olmalıdır. Deməli, the acoustics of the whole are terrible. Yəni, biz bunu deyə bilərik.
Səhv varmı? Var tabii. İkinci cümləmiz səhvdir. 1, 3, 4, 5 düzgün cavabımızdır. Yəni D variantı düzgün cavabımız bu test tapşırığında olacaq. Növbəti test tapşırığımız 8-ci sinifin dərsliyindən sözlərlə bağlı, phrasal sözlərlə bağlı cümləsidir. Deyir ki, birinci cümləmizdə sometimes I need to by taking a peaceful walk to clear my mind. Yəni e, öz beynini təmizləmək üçün neynir? Özünü təcrid eləməyi xoşlayır və ehtiyac duyuram daha doğrusu. Bəzən deyir, mən ehtiyac duyuram nəyə? Özümü nədənsə təcrid etməyə, yəni özümü kənarlaşdırmağa. I need to shut the world out by taking a peaceful walk. Bir növ belə deyək də, içinə qapanmaq, ən doğru qarşılığı odur. To shut the world out, içinə qapanmaq mənasıdır. Ən doğru qarşılıq odur. Yəni özünü nədənsə təcrid eləmək, içinə qapanmaq, nədənsə kənarlaşdırmaq, uzaq tutmaq, yəni ən doğru qarşılıqları olur. Bir C olacaqdır. Don't over small mistakes. Yəni kiçik səhvlərə görə özünü günahkar bilmə. Don't beat yourself up over small mistakes. Sözdəki burada unutmayarsınız. Bir şey üzərində beat oneself up over orada istifadə olunur. Yəni çox sadə şeylərə görə özünüzü günahkar bilmə. Don't beat yourself up over small mistakes. Everyone makes themselves. Yəni hər kəs səhv edə bilər. Kiçik səhvlərə görə özünü günahkar bilmə. Yəni səhvləri hər kəs edə bilər. She didn't want to stay up late. Yəni gec vaxta qədər qalmaq istəmirdi. Ancaq nəhayət but eventually o deyir give in sözünün bir mənası təslim olmaqdır. Bir mənası boyun əyməkdir. Bir mənası da nəyisə qəbullanmaqdır. Qəbul eləmək, razılaşmaq. Eventually she gave in to her friend's request. O, yəni dostun xahişini qırmayaraq qəbul elədi. Bu mənada and join them for the movie night. I decided to, for what? I decided to throw away. Bir şeyi yığıb atmaq throw away'dir. I decided to throw away some old clothes to make more space in my clothes. Yəni dolabda boş yer, yəni boş yer etmək üçün, yəni boş bir yer saxlamaq üçün, yəni dolabda bir boş yer etmək üçün nə etdi? Köhnə paltarlarını deyir, atmağı qərara gəldi. I decided to throw away some old clothes to make more space. Düzgün cavabımız nə olacaqdır? Düzgün cavabımız elə C variantı. Gəldik article bölməsinə. It was windy morning. Normalda biz bilirik ki, morning sözünün qabağında biz nə istifadə edirik? In the morning. Və article ehtiyac yoxdur, amma qarşısına təsvir edici təyin gələndə deskriptiv, yəni təsvir olunma ilə bağlı bir vəziyyət olduğuna görə mütləq şəkildə sifətə görə article istifadə olunur. It was a windy morning, but they hired nə? Nə deyir onlar kiraladılar? Boat, bir qayıq, hər hansı bir qayıq. Bir şeydən ilk dəfə danışılırsa mütləq şəkildə qeyri-mənəlik article olmalıdır. They hired a boat and went for nə? Went for a sail. Bir saildən gedir bu. Along və biz bilirik ki, dənizlə bağlı olan sözlərdə the artıq istifadə olunur. Along the coast, sahil boyunca. Deməli, ikinci tərəfdə in the afternoon, günorta müddətindən söhbət gedir. Külək. Biz bilirik ki, külək sözünün qabağında the article. The wind increased. Külək deyir artdı. And they soon found themselves. Yəni özlərini çətinlik, yəni çətinə düşdülər mənasında. They found themselves. Bu ifadədir. To find oneself in difficulties. To find oneself in difficulties. Və burada qəti şəkildə article olmaz, boşda olmalı. Çünki bu ifadədir. In difficulties olmalı. Düzgün cavabımız elə 8-ci sualda B variantı.
9-cu sualımızda in which of the following alternatives is the subject and predicate agreement wrongly used? Aşağıdakı cümlələrin hansında mübtəda xəbər qarşılıqlı yanlış istifadə olunur? Deməli belə, the percentage of employees who called in sick and the number of the employees who left their jobs within 2 years in reflective of the level of the job satisfaction. Və burada biz görürük ki, employees cəm isimdir, cəm mübtədadır. Su və xəbər necə olmalıdır? Cəmdə olmalı. Is reflective yox, are reflective. The committee participate in various volunteer activities in their private lives. Burada da problem. Yəni mən bunu iki cür deyə bilərəm. The committee participates da deyə bilərəm. Participates in various volunteer activities. Bread and butter is the best combination. İki şey bir şey bildirəndə xəbər təkdə olur. Çünki yağla çörək ayrı-ayrı yemək olmaz. Yağ çörəyin üzərinə sürtülərək yediyinə görə xəbər təkdə olmalı. Çünki iki şey bir şey ifadə edir. All possible means have been tried by us. Burada bütün mümkün vasitələr. Burada xəbər cəmdə olmalı. Çünki means all-la birləşir. Və xəbər cəmdə olmalı. The law and or the situation in. Burada qayda qanun deməkdir və birləşmədir, phrasedir. The law and or the situation. Və xəbər mütləq şəkildə təkdə olmalı. Ki burada da görürük ki, xəbərimiz təkdədir. The law and or the situation was. Yəni problem yoxdur. Bura verb vermək olmaz. Çünki qayda qanun sözü tək li ifadə edir və iki şey bir şey bildirir. Düzgün cavabımız elə burada da səhv olan variantı. Su ilə A variantı olur. Çünki is reflective deyil də A reflective olmalıdır. Çünki orada percentage of employees. Employees cəmdədir. Cəmdə olan isimlər xəbər necə olmalıdır? Təkdə olmalı. Düzgün cavabımız nədir? Düzgün cavabımız elə A variantı olur. Gəldik say bölməsinə. Say bölməsində it's been 50 odd years since I last visited that town. Burada problem yoxdur. 50 odd years deyil burada. That's okay. There were around 15 or so people at the meeting. Burada da around 50 təqribən. Burada da problem yoxdur. They own around 6 houses in different parts of the city. That's okay, around, roughly, approximately, because we can use all of them. This is right. I'll finish this report in the next 2 or 2. Növbəti 2 gün içərisində söhbət gedir burada. Burada da artıq problem yoxdur. In the next day or 2. Bu formada istifadə olunur. In the next day or 3 də deyə bilərəm. Səhv yoxdur. There were well over 100 messages in the group chat this morning. Yine burada 100 cəm isim götürür çünki özü sayıdır və isim də cəmdədir, problem yoxdur. Düzgün cavabımız 1, 2, 3, 4, 5 D var. Yəni heç bir səhv yox. Gəldik article bölməsinə. Which of the following articles correctly completes a sentence? Would you like to hear what? Nə? İki dəfə adı çəkilirsə mütləq şəkildə article təkdir. A story about an Englishman, an Irishman, a Scotsman. Burada artıq hərəsi bir şeydən söhbət, yəni bir şəxsdən söhbət getdiyinə görə və burada biz bilirik ki, milliyyət bildirən sözlər sonu məsələn CH, SH ilə bitən sözlərin qarşısında article olmaz, amma man, woman sözləri gələrsə article olar ki, burada da var. Irishman, Englishman burada dediyinə görə article olmaz. Burada yəni səhv yoxdur. Və ikinci tərəfdə yenə burada article-la 3 article artıq burada verdik. Dedik ki, nə? As Scotsman dedik burada. Gördüyünüz kimi. Və now I have heard. Cəmdə olan isimlərin qarşısında article olarmı? Əslində olmaz. O halda ola bilər ki, gərək burada o isim məhdudlaşdırılmış olsun. Ümumiyyətcə danışılırsa article lazım deyil. Now I have never heard stories about. Gördünüz, cəmlənməyə getdiyinə görə artıq burada article ehtiyac yoxdur. Stories about Englishman, Irishman, Scotsman before and they are all the same. All the same deyirik. Yəni ki, bunu bilirik. Düzgün cavabımız nə olacaqdır? Düzgün cavabımız elə burada A variantı. Cəm isimlərin qarşısında article ehtiyac yoxdur. O halda ola bilər ki, orada cəm isim xüsusiləşsin. Məsələn,
masanın üzərindəki kitablar artıq burada lazım. Çünki artıq nə var? Təsvir edici yox, limiting attribute, yəni məhdudlaşdırıcı təyin olduğuna görə limiting harda varsa orada baxmayaraq ki, təkdədir, sayılırsa, buna fərqi yoxdur. Bütün hallarda müəllim yaratır. Çünki limiting var burada. Var limiting, var descriptive. Var təsvir edici, var məhdudlaşdırıcı. Məhdudlaşdırıcı olanda mütləq isimlərin qabağında müəllim yaratır. Bu labüddür, yəni mütləqdir, qaçılmazdır. Düzgün cavabımız elə A variantı olur. Mətnlə bağlı bir test tapşırığıdır və burada main idea sualdır. Main idea olan suallar biz əsasən mətnin ilk cümlələri ilə cümlələrinə daha çox köklənirik. Birinci və ya ikinci cümləyə baxırıq. Birinci mətnimizin birinci cümləsi nədir? Topic sentence. Climate change. Deməli söhbət bundan gedir və variantlardan mütləq şəkildə gedib onu axtarmaq lazım. Çünki bizim ana sözümüz supporting idealar, dəstəkləyici cümlələr birinci ana cümləni dəstəkləməlidir. Yəni bu mütləqdir. Climate change poses a significant threat to our planet, impacting weather patterns, sea levels and ecosystems. Yəni burada artıq gördük ki, nə var? Burada deməli cümləmizin ana sözü nədir? Climate change-dən söhbət gedir. Yəni iqlim dəyişikliyindən söhbət gedir. Variantlarda mütləq şəkildə iqlim dəyişikliyini axtarmaq lazım. Çünki topic sentence, main idea olan cümlələrdə birinci cümləyə baxmaq lazım. Əgər birinci cümlədə, məsələn, baxın, tutaq ki, A variantında the impact of deyir, nəyi, weather on agriculture ümumiyyətlə əlaqəsi yoxdur, A variantı ola bilər. Cümlənin mətni heç oxumuram. The importance of adopting renewable energy sources. Birinci cümləmiz iqlim dəyişikliyi. Climate change. Bunu axtarmaq lazım. The effects of climate change on natural habits. Baxmaq lazım ki, o natural habitslərdən söhbət gedirmi? Baxaq görək. Belə bir şey yoxdur. Deməli ola bilməz. D variantı. Strategies to. Deməli nəyə baxmaq lazım belə olan cümlələrdə? Əgər cümlələrdə, məsələn, D variantına fikir verin. And verilib. Əgər ki gördünüz ki, cümlədə and var, bilin ki, belə olan halda birinci söz paragrafın ilk hissəsi ilə bağlı olacaqdır. İkinci and isə son hissəsi ilə bağlı olacaq. Bu həmişə qayda belə olur. Məsələn, strategies to combat climate change. Yəni iqlim dəyişikliyi ilə bağlı mübarizə etmək üçün strategiyalar. Combat nədir? Mübarizə aparmaqda, vuruşmaq. Deməli, and protect environment. Baxın, məsələn, son cümlədə deyir ki, nə? To protect our environment for future generation. Belə olan halda, and olanda, soldakı hissə birinci paragrafa aid olur. Paragrafın birinci hissəsinə aid olur. İlk cümlə, yəni topic sentence aid olur. And-dən sonraki isə concluding sentence aid olur. Ona görə də bu tip yerdə baxmaq lazım. The role of governments in addressing climate change. Burada ümumiyyətlə ondan danışmır. Düzgün cavabımız elə D variantı olacaq. Oxumaq, tərcümə eləmək bu sizin özünüzlə bağlı olan bir şeydir. Buna müəllim qarşılamaz, amma mən texnikalarla tapılmağı daha çox məsləhət görürəm. Yarım saat oxuyub tərcümə eləmək yerinə, variantları anlamaq, cümlələri anlamaq yerinə texnikalar, məsələn, texnika üzərində, texniksel buna, yəni testləri xüsusi etmə texnikaları var. Məsələn, sualın şərti belə olanda hara baxmaq lazımdır, sualın şərti bu olanda hara baxmaq lazımdır. Təbii ki, söz bilmək mütləq 99,9% söz bilmək lazımdır. Akademik söz bazasına sahib olmaq lazımdır. Yəni bu %100 önəm. Bu mümkün deyil ki, müzakirə olunsun. Amma tərcümə, səthi tərcümə, surface translation, deep translation imtahanlarda ən böyük bəladır. Mən bunu hər zaman deyirəm. Kim oxuyub tərcümə edərək oxuyub anlama testləri edirsə, o hər zaman 1-0 geridədir. Düzgün cavab tapa bilər. Biz burada cavabları müzakirə eləmirik. Məsələn, tutaq ki, tərcümə edib tapan bir müəllimin tərcümə edib tapdığı sualı, hansı ki 10 dəqiqəyə tapır o cavabı, mən taparam 1 dəqiqəyə. Amma hər ikimizin cavabı düzgündür. O da cavab tapıb C, mən də tapmışam cavab C. Sadəcə fərq odur ki, o tapıb 10 dəqiqəyə elə oxuyur, başa düşür,
variantları araşdırır, tərcümə edir. Mən tapmışam 1 dəqiqə. Niyə? Çünki mən bilirəm ki, belə olan halda sualın şərti budursa bura baxmalıyım, budursa bura baxmalıyım. Bu müzakirə açıq deyil, bu belə olur. Dünya da belə qəbul. Çünki biz tərcümə ilə getsə, o zaman IELTS, TOEFL kimi proficiency examlərdə heç bir bal yığa bilmərik. Bu mümkün deyil. Çünki bir mətn bir səhifədir. Bəs bunu kim bitirəcək o zaman? Ona görə də tərcümə ilə olan heç bir videolar izləməyin. Mən məsləhət görmürəm. Kim ki tərcümə ilə e, öyrədirsə, ümumiyyətcə onlara özünüzü alışdırın. Məsləhət nədir? Çox oxumaq lazımdır. Uzaq qaçın videolardan, o videolar ki tərcümə edir. Onlar heç kəsə faydası yoxdur. Ancaq özünə var. Çünki özü oxuyub tərcümə edir. Nə etmək lazım? Bunun tək çıxış yolu çox cümlə oxumaq lazımdır hər gün. Ən azı hər gün test eləməyə ehtiyac yoxdur belə bir test. Belə bir mətn oxumaq lazımdır hər gün. 10 dəqiqə, 20 dəqiqə hər gün kiçik-kiçik mətnlər oxumaq lazımdır. Oxumaq. Göz cümlə görməlidir çox. Qulaq cümlə eşitməlidir ki, o cümlələrə alışa bilsin, uzunluğuna, cümlələri işlənmə yerlərinə. Tərcümənin heç bir rolu yoxdur ki burada. Yenə deyirəm, söz bilməklə tərcümə qarışdırmayın, ayrı-ayrı şeylər. Sözü bilirsən cümləni başa düşmək üçün, tərcümə isə vaxt itkisidir sadəcə. Deyə bilərsiniz ki, müəllim, bəs bu tərcümə bunu tapmağın yolu necə ola bilər? Məsələn, mən tutaq ki, bu sözü bilirəm. Düzdür? Deyək ki, məsələn, effekt sözünü bilirəm. Bilirəmsə, bunu mən niyə tərcümə edirəm ki, bildiyim sözdür? Yəni tərcüməyə ehtiyac yoxdur axı. Mən onsuz bu sözü bilirəm. Sadəcə buradakı əsas rol sözü bilmək lazım. Oxuya-oxuya tərcümə etmək lazım deyil. Çünki tərcümə edən adamların özlərindən başqa heç kimə xeyri yoxdur. Ancaq özlərinə xeyir. Çünki heç bir şeydən etmir axı bu adam, ancaq tərcümə eləyir. Bunun hansı texnikanı öyrədir? Nə kimi rolu olur? Nə kimi töhfəsi var? Sıfır töhfə var. Ancaq tərcümə eləyir. Yəni tərcümənin də yəni tərcümə hər hansı bir proqrama qoysanız, tərcümə orada onsuz var da. Yəni kimə lazımdır bu tərcümə? Ona görə də mütləq şəkildə bir müəllim kimi sizə məsləhətim odur ki, mütləq şəkildə çoxlu oxumaq lazımdır. Çox oxuyandır, çox tərcümə edən yox. Digər sualımız. Which of the following options the best completes the sentence? Deməli, burada nəyə baxmaq lazım? Nəyin budaq cümləsində nisbi əvəzliyimiz əgər canlıdırsa, təbii ki, ona uyğun nisbi əvəzliklər seçilməlidir. Bu mütləq bu formada. Who, from. Söz önü who-dan sonra gəlir. Ümumiyyətcə, söz önlərinin sağda və ya solda gəlməsi məsələdir. Who-da söz önü özündən sonra gəlir. That-də söz önü özündən sonra gəlir. Whom-da söz önü özündən həm əvvəl, həm sonra gəlir. Which-də söz önü özündən həm əvvəl, həm sonra gəlir. Bu qaydadır. Ondan sonra, deməli, boşluqda söz önü ancaq axırda gəlir. Ona görə də buradan yola çıxacaq. To, from düzdür. Whom, from düzdür. That, from düzdür. From boşluq. From whom düzdür, amma boşluq verilə bilməz orada. From whom I bought this car was satisfied with a deal. Bu da düzdür. I bought this car from wasn't satisfied with a deal. Burada da artıq necə olmalıdır? Boşluqdursa, məsələn, burada yoxdur heç bir şey, gəpdir bu. Belə olan halda isə boşluq axıra doğru gedir. Daha doğrusu söz önü axıra gedir. Niyə görə? Çünki boşluq olan cümlələrdə söz önü əvvəldə ola bilməz. Mütləq axırda olmalı. Yəni, düzgün cavabımız elə 1, 2, 3, 4, 5 C var. Digər sualımız 14-cü test tapşırığıdır. 9-cu sinifdən unit deməli 5 və 6-ya aid sözlərdir. Awkward, strive, hang out, acquire. Deməli, birinci cümləmiz she always to improve her skills and learn something new every day. Deməli, bu test tapşırığında diqqətlə baxsaq görərik ki, boşluqdan sonra to gəlib. Deməli, strive to-dan söhbət gedir. Yəni, bir şeyi çox, deməli, bir şeyi etməyə cəhd eləmək, səy göstərmək, efor sərf etmək mənasını verir. Yəni, to strive for və yaxud da ki, to endeavor, to try. Bunlar hamısı demək olar ki, bir-birinə sinonimdir. Strive to, strive to. She always strives to improve. Yəni, burada bir şeyi çox
cəhd edir, səy göstərir, efor sərf edir. Yəni bir növ çabalamaq, çox çalışmaq mənasını verir Azərbaycan dilində. Deməli, birə strive to olacaq. İkinci cümləmizdə over the years he managed to a vast knowledge of different cultures. To deməli to acquire a vast knowledge of. Bu özü bir hazır collocation verblə birləşib dərin bir bilik əldə etmək. Dərin bir bilik əldə etmək. To acquire a vast knowledge of. Məsələn, burada learn feili tutaq ki, verilsəydi i olaraq burada bu hissələr. Məsələn, learn burada istifadə eləmək olmaz. Çünki learn ilə acquire arasındakı fərq ondan ibarətdir ki, acquire feili subconsciously olan bir şeydir. Yəni nə deməkdir bu? Yəni refleks olaraq bir şey öyrənmədir. Subconsciously. Yəni şuur altında refleks olaraq öyrənmək. Məsələn, tutaq ki, körpə yaşında bir uşağın ingilis dilini doğulduğu bir ingilis ölkəsində öyrənməsi learn deyil, bu acquire. Çünki buna deyirlər acquisition process, yəni öyrənmə prosesidir. Bu learning process deyil o. Çünki orada acquire edir uşaq. Learning process consciously, yəni şuurlu şəkildə öyrənmə forması. Məsələn, tutaq ki, ingilis dilini öyrənirsiniz, siz acquire eləmirsiniz, siz learn edirsiniz. Nəyə görə? Çünki siz artıq nəyi öyrəndiyinizi bilirsiniz. Bu artıq şuurlu, yəni bilinçli formada, şuurlu şəkildə öyrənmiş olursunuz. Bax, buna deyirlər learn. Yəni burada dördüncü olaraq seçimdə learn feili verilsəydi, burada learn istifadə eləmək olmaz. Çünki learn consciously öyrənmə formasıdır, amma acquire subconsciously öyrənmə formasıdır. Ona görə də burada diqqətli olmaq lazımdır. Belə ifadələrdə isə collocationlarda hər zaman acquire istifadə olunur. Yəni to acquire a vast knowledge of different cultures. Yəni burada learn istifadə eləmək olmaz. Çünki bu ifadədir. We like to at the park on the weekends and relax with friends. Deməli, burada nə istifadə eləməkdir? To hang out, yəni vaxt keçirmək, zaman keçirmək mənasında hang out isim gələndə with istifadə olunur. To hang out with somebody formasını istifadə olunur. Buna diqqət yetirmək lazımdır. Dördüncü cümləmizdə there was an awkward, zaten burada artikeldən bilmək olar ki, testin cavabı awkwarddır. Silence after he made an unexpected comment during the meeting. Deməli, burada awkward olacaqdır, qəribə deməkdir. Və onu qeyd edim ki, awkward sözü çox mənalarda istifadə olunur. Məsələn, bir mənası clumsydir, yəni yöndəmsiz, ondan sonra bacarıqsız mənası var. Bir mənası çətindir, tough mənasından istifadə oluna bilər, tough mənası var. Bir mənası qəribə mənası da var, məsələn, weird, bizarre, quirky, strange mənası da var. Awkward sözünün burada elə o mənada istifadə olunur. There was an awkward silence after he made an unexpected comment. Qəribə bir sakitlik çökdü. Düzgün cavabımız B, D, C, A variantı. Gəldik 15-ci sual. Əvəzi ilə bağlı bir test tapşırığıdır. Boşluqdan sonra was gəlib gördüyünüz kimi və boşluqdan sonra who gəlib. Who'nun qabağında nə istifadə olunur? Who'nun qabağında istifadə oluna bilər the one, the ones və those. Üçündən biri istifadə olunur. Baxıram variantlarda yalnız D-də və I variantlarında the one, the ones var. The ones o vaxt istifadə olunur ki, onun qabağında cəmdə olan bir mübtəda olmalı. Amma Steven, burada gördüyünüz kimi Steven təkdə olduğuna görə, yəni Steven sözü özü təkdə olduğuna görə mən deyə bilmərəm ki, məsələn, Steven was the ones. Çünki tək bir şəxsdir, masculine cəndədir, üçüncü şəxsin təkindədir. Yəni, belə olduğu halda buna deyə bilmərəm the ones. Çünki just one person, sadəcə bir adamdır burada. Ona görə də mütləq şəkildə orada təkdə olan bir şey istifadə olunmalı. Bax ki, məsələn, burada bu sualı heç tərcümə eləmədən, detallara girmədən bir saniyəyə cavabı tapmaq olardı D variantı. Çünki orada Steven was the one. Başqa şey mümkün. Digərləri niyə olmaz? Someone the one olmalıdır burada. Həm də ki, burada bir məsələ var. Təəccübləndi deyir. Heç kim təəccüblənmədi. Bunlar da burada. Hər kəs təəccübləndi. Divan da deyə bilməzsə axı heç kim o şəxs ki deməlisiniz. Everybody one of who olmaz. Whom olardı. Həm də ki onun olması üçün gərək qabaqda cəmdə olan bir şey olur. C variantında ümumiyyətlə onu qeyd edeyim ki, törəmələrdən sonra else gəlirsə diqqətli olmaq lazım. Biz orada xəbər verə bilmərik. Bu törəmə else daha çox tamamlıq yerində olanda olur. Mübtəda yerində olanda yox. Elə
avtomatik olaraq CE əvvəldən getməli idi. Çünki anybody else was, everybody else was istifadə doğru deyil. Onun yerinə tamamlıq yerinə bunu vermək lazım. Ona görə də elə əvvəldən bunlar gedirdi. Düzgün cavabımız elə D variantıdır. Tərcüməyə ehtiyac varmı? Yoxdur. Çünki qaydadan zaten bir divan sözündən bu testin doğru cavabının D olduğunu görmək olar. Stephen was the one who stole the money. Düzgün cavabımız elə D variantı. Digər test tapşırığımız gördüyünüz kimi yenə oxuyub anlamayla bağlı bir sualdır. Deməli, burada in a company, older managers and younger employees work in different ways. To help them get along, the company organizes meeting where both groups can understand each other better. This helps nəyə? Deməli, burada bir şey diqqət yetirmək lazım. Get along nədir? Yola getmək deməkdir. Şirkət deyir, organize edir nəyi? Toplantılar, yəni meetinglər, görüşlər. Həmin bu görüşlərdə nə olur? Hər iki qrup bir-birini başa düşə bilər deyə. Deməli, burada nədən söhbət gedir? Çox güman ki, iki konflikt olan qruplardan söhbət gedir. Belə olduğu halda nə etməliyik? Belə olduğu halda burada elə bir şey seçməliyik ki, həmin o boşluğu tamamlaya bilsin. Deməli, nədir burada? Boşluqdan sonra deyir ki, burada this helps and improves teamwork on project. Yəni, bu projelər üzərindəki teamworklərini inkişaf etdirir. Nə? Körpü qurmaq, bağlantı qurmaq. Çünki ilk olaraq ağlınıza gələ bilər ki, müəllim, burada to break the ice, buzları qırmaq cümlədə ümumiyyətcə, yəni bunların bir-birinə qarşı əks olduğu, yəni oppose olduğu ilə bağlı bir cümlə yoxdur. Bir söz yoxdur daha doğrusu ki, mən burada götürüm break the ice. Belə ola bilərdi ki, orada gərək belə deyərdi ki, məsələn, iki komanda bir-biri ilə mübahisə elədi, bir-biri ilə qarşı ziddiyyət təşkil edirdi fikirlər. Belə bir cümlə olsaydı, deyərdim, buzlar əriməsi üçün şirkət nəsə bir iş görməyə çalışdı. Burada isə deyir ki, amma organize deyir, qrupların bir-birini başa düşməsini deyir və daha sonra qeyd edir ki, bu kömək edir nəyə? Improve etməsinə, nəyə? Teamworklərinin inkişaf etməsinə kömək edir. Deməli, burada söhbət nədir? Körpü qurmaqdan söhbət gedir qruplar arasında. Yəni, to bridge the gap. Yəni, o boşluğu doldurmaq, körpü qurmaq, bağlantı qurmaq, o olan hər hansı bir o əksiklik nədirsə onu doldurmağa çalışır. Düzgün cavabımız elə E variantı olur. Make peace, sülh, yəni sakitçilik yaratmaq orada. Ona qalmış olsa, yəni B ilə C bir-birinə, yəni seçim sualı olsa ki, onu qoyaq. D variantında tanış olmaq. Bu da 9-cu sinifin sözləridir. To get acquainted with. Be involved is, bu daha çox mənfi situasiyalarda istifadə olunur. Məsələn, tutaq ki, çəkmək, cəlb etmək. Məsələn, cinayətdə o da iştirak edirdi. O da bura cəlb oldu. Bu situasiyada daha çox istifadə olunur. To be involved in. Cəlb olunmaq mənasında. Düzgün cavabımız elə gördüyünüz kimi E variantı olur. Gəldim 17-ci sualımıza. 17-ci sualımızda nə var burada? Deməli, bir definition verilir və həmin o definitionın nəyini tapmaq lazımdır? Söz qarşılığını tapmaq lazımdır. Gəlin ki olaraq həmin o sözün definitionuna baxaq. In which of the following variants is the adjective used in the meaning of difficult, needing a lot of effort and energy? Birinci sözümüz quirky. Quirky qəribə deməkdir. Strange, awkward. Bayaq dediyimiz kimi, nə bilim, bizarre, weird, strange sözlərin sonunlarıdır. Bu ola bilməz. Beneficial, faydalı deməkdir. Yəni bir şey faydalı, fruitful olan bir sözdür. Bu ola bilməz. Arduous, bəli. Bu söz məşəqqətli, çətin, yəni to involve a lot of effort mənasını verir. To involve a lot of effort. Məsələn, an arduous trip. Çox böyük çətinlik tələb edən bir səyahət. Məşəqqətli, zor, çətin, mürəkkəb, ağır, çox efor, çox səy tələb edən bir səyahət. Və başqa bir şey ola bilər məsələn. Deyir ki, the hike up the mountain was arduous. Reaching the summit offered breathtaking views of the valley below. Burada artıq rahatlıqla görmək oldu ki, həm də burada zidd bağlayıcı istifadə olunub. Yəni buradan gördük ki, bəli, düzgün cavabımız elə budur. A
Accessible yəni mümkün ola bilən deməkdir. Suitable da uyğundur. Yəni appropriate, relevant, suitable bunların sinonimləridir. Düzgün cavabımız elə C variantı olur. Növbəti sualımızda gördüyümüz kimi dialoqla bağlı test nümunəsidir. Burada bir şey diqqət yetirmək lazımdır. Dialoq tamamlama suallarında boşluqdan sonra gələn hissəyə baxmaq lazım. Əsas burada bu hissəyə köklənmək lazımdır. I have noticed that. Mən də bunu da hiss etdim. Və burada əsas hissə demək olar ki, burayla köklənir. Mine actually wanted me to accept the initial offer. Mənimki isə deyir, əslində məndən birinci, yəni ilk olunan təklifi qəbul etməyimi istədi. Birinci olunan, ilkin təklifi qəbul etməyimi istədi. That was really low. Çox aşağı olan təklif ki, çox aşağı idi. Buradan başlamaq lazım. Gəlin yuxarıdan mən sizə oxuyub izah edeyim. Have you put your house up for sale yet? Bu ifadədir. To put one's house up for sale. Bir şeyi satışa qoymaqdır. Məsələn, have you put your car up for sale? Maşınını satışa qoymusan. To put one's something. Yəni birinin bir şeyi mənasında. To put something up for sale. To put something up for sale. Bir şey satışa qoymaq ifadədir. Və deyir ki, oh yeah, and I have had several offers. Yəni bir neçə təklif yəni olub mənə. Bir neçə təklifim olub. The estate agent is urging me to accept the last one. Daşınmaz əmlak agenti, yəni əmlakçılar yəni bu agentimdən daha doğrusu sonuncunu qəbul etməyimi istəyir. Yəni onlar məndən istəyirlər ki, sonuncunu qəbul edeyim, son təklifi. İndi baxın, bu cümlə ilə aşağıdakı cümlə uyğun gəlməli. It is typical. Deyir ki, bu yəni tipik bir haldır da, yəni bildiyimiz tipik bir vəziyyətdir. They like to get the sale over as soon as possible. Hətta orada qeyd edir ki, deyir, onlar deyir əslində satışı mümkün qədər tez bir zaman müddətində başa çatmasını daha çox sevirlər. Orada deyir ki, hə mən də bunu sezdim. Cavab budur. Onun üçün deyirəm ki, aşağıdakı cümləni mütləq şəkildə oxumaq lazım. Baxın cümlədə deyir ki, burada A variantı. They like to get the sale over as soon as possible. Onlar sevirlər ki, satış qısa müddətdə yekunlaşsın. O da deyir ki, cavabda, hə düz deyirsən. Elə mən də bunu sezdim. I have noticed that. Mine actually wanted me to accept the initial one. Mənimki isə məndən istəyir ki, deyir, ilk olan təklifi qəbul edeyim. Elə cavabdan bu görünür. Why is that deyib cavabda I have noticed deyə bilməz. Notice deyə bilməz. And why is that deyib cavab onu verə bilməz. It's not a buyer's market at the moment da deyə bilməz. Uyğun gəlmir çünki. Don't let him push you into a sale. Yəni onu deyir satışa sövq etməsinə imkan vermə. Push someone into something bir şeyə sövq eləməkdir. Push yourself. Yəni imkan vermə ki, sən ora sövq eləsin. Yəni onun sizi satışa sövq etməsinə imkan yaratmır, imkan vermir. Yəni burada ən doğru cavab aşağıdakı cümləyə uyğun olaraq A variantı.